Gəlin trigonometriyadan sıx rastlanmayan məsələlərdən birinə baxaq. If x is an acute angle, which expression is not equivalent to cosine x. Acute angle 0 ilə 90 dərəcə arasındadır, bəlli məsələdir. Birinci rübdədir, o yüzden də cosine x həmişə müsbət olasıdır. Ona görə də hər bir cavab variantına tək-tək baxmalıyıq. Birincidən başlayaq. Mənfi x saat istiqamətində fırlanmadır deyə 4-cü rübə təqabül eləyir. Bu rübdədə yalnız kosinus müsbət olduğundan buradan mənfi kosinus x çıxır. Yəni ki, cavab əslində budur. Amma yenə də garanti üçün digər variantlara da baxaq. Düsturu bilirsinizsə, buradan cosine x çıxdığını rahatlıqla deyə bilərsiniz. Ekvivalentdir, burada problem yoxdur. C-yə baxaq. C-də x dögəl pi radiana qədər fırlanma gəlir 3-cü rübə təqabül eləyir. 3-cü rübdədə cosine mənfidir deyə buradan 2 ilə mənfi, yəni müsbət x, cosine x çıxır. Yəni ki, ekvivalentdir. Sonuncuda isə kosinusun bu funksiyanın dövrü 2pi olduğundan kosinus x olur və beləliklə doğru cavab variantının aldığını bir daha görmüş oluruq. Xoşbəxtlikdən bir də bunun Desmos həlli var. Necə? İlk olaraq kosinusun funksiyasını daxil edib qrafikinə baxırıq. Daha sonra isə digər 4 funksiyanı, 4 cavab variantını daxil edirik və təbii ki, solda bu halqanı söndürürük. Niyə? Tək-tək yoxlasıq deyə. Birincidən başlayaq. Aha, üst-üstə düşmədi, deməli cavab budur. Amma yenə də arxayın olmaq üçün digərlərinə baxaq. Bunu söndürək. Üst-üstə düşür və qırmızı rəngdədirlər deyə üst-üstə düşür. Deməli cavabımız birincidir.